Günlərim ki, bir məhdud tənliklər keçir. Prosto ki, ilk başladığımız xətti tənliklərdir. Yazıram xətti tənliklər. İlk növbədə sən onu deyim. Tənlik nədir? Tənliyin nə olduğunu bilirsən. Bilmirsən deyəsən. Bax, yadını saxlayırsan. Tənlik o deməkdir ki, orada bir dənə məhsul olur. Sən məhsulu axtarırsan, tapırsan. Yəni biz o məhsula bəzən dəyişən deyirik də. Yəni onda belə tərif kimi deyirik ki, dəyişən olan bərabərliyə tənlik deyilir. Bu tənliyin tərifidir. Məsəl üçün, tutaq ki, hər hansısa bir x plus atıram 6 bərabərdir 13 kimi bir tənlik verilibdir. Burada x-i tapmaq üçün 13-ün yanına 6-ını keçirdirsən, elə bir ki 13 çıxılsın 6 eləyir. X də bərabərdir 13-dən 6 çıxanda eləyir mi? 7. Bu tapdığın x sənin məhsulundur. Yəni tənliyin köküdür. Ay sol. Yəni o x dəyişənin sənin x dəyişəndir, məhsuldur, düzdür. Amma o tapdığın qiymət var ha, o tənliyinin köküdür. Bəs deyə bilərsən ki, müəllim kök nədir? Kök də dəyişən tənlik, o dəyişən tənlik yoxdur. Onu doğru bərabərliyə çevirən qiymətdir kök. Məsəl üçün, sən burada kök 7 tapsan mı? Gətirib burada x-in yerinə 7 qoysan, 7 üstə gəlsin 6 bərabərdir 13-ə. 7 üstə 6 gələndə eləyir 13. 13 bərabərdir 13-ə. Bax, görsən doğru bərabərliyə çevirdi. 13 13-ə bərabər oldu. Ona görə bu tənliyin kökü deyirik biz buna. Oldu? Bəzən kök anlayışına... Tənliyin kökü 7 oldu orada da. Hə, tənliyin kökü 7-dir. Bax, bəzən kök anlayışına biz 0 da deyirik. Məsələn, deyirik tənliyin sıfırlarını tap. Əslində, funksiya dərsində bu istifadə olunur. Deyirlər ki, funksiyanın sıfırlarını tap, nə bilim, nəyin tap. Amma məsələn, yadında saxla ki, təsadüfən bəlkə qarşıya çıxdı elədir ki, sıfırları bu olarsa, nə bilim, nə olarsa, onda bil ki, tənliyin kökündən söhbət gedir. Yəni, onun köküdür. Oldu? Bir də var ki, eyni güzlü tənliklər. Eyni güzlü tənliklər nədir? Onu da sənə deyim. Məsələn, tutaq ki, sizə 2 dənə tənlik veribdir. İkisinin də kökü eynidir. Bax, bu zaman bu tənliklər eyni güzlü olur. Məsəl üçün, sadə bir şey deyim. Tutaq ki, bax, x kvadratı bərabərdir -8-ə, məsəl üçün. Bir də var ki, modulda x bərabərdir -4-ə. Sən bilirsən ki, x kvadratı heç vaxt -8 ola bilməz. Ona görə bu boş çoxluqdur. Eyni zamanda moduldan da mənfi çıxa bilməz. Ona görə bu da boş çoxluqdur. Və bunların ikisinin də, belə deyim də, həllər çoxluğu eynidir. İkisi də boş çoxluqdur. Ona görə biz bu tənlikləri eyni güzlü deyirik. Başa düşdün demək istədiyimi? İndi mən sadə bir primitiv nümunə verdim ha. Ola bilsin ki, məsələn, bayaq ki, x plus 6 bərabərdir 13. Burada x-i məsəl üçün tapdın 7. Bir də əslində belə bir şey verəcəm. X plus 1 bərabərdir 8. Hə, burada da x bərabərdir 7-dir. Artıq bax, bu tənliklər eyni güzlü tənliklərdir. İkisinin də kökü çünki eynidir. Aydın oldu demək istədiyim? Hə, köklər eyni olanda eyni güzlü olurlar da. Ay sol, eyni güzlü olurlar. İndi gəlirik əsas məsələyə, xətti tənlik nəyə deyilir? Bax, xətti tənliyin ümumi yazılışı belədir. A-x üstə gələk B bərabərdir 0-a. Bəzən biz burada belə yazırıq. A-x bərabərdir. Məsələn, B-ni onu keçirdirik. -B yazırıq. X-i tapıramsa, X-dən məsələn, -B bölünsün A olmuş olur. İndi mən bu tənliyi araşdıracağıq birlikdə. Onda nətər araşdıracağıq? Bunun əslində 3 dənə halına baxacaq. Yəni, tənliklərin normalda ya həlli olur, ya da həlli olmur, ya da ki, yeganə bir həlli olur. Yəni, 3 halına baxırıq. Birinci halı. Birinci halı odur ki, məsələn, A fərqlidir 0 halı. Sonra ikinci halı. İkinci halda odur ki, A da 0 olsun, B də 0 olsun. Üçüncü halı. Üçüncü halda odur ki, A 0 olsun, B fərqlidir 0-dan olsun. Bax, bu zaman nətər olur? Əgər, məsələn, A 0-dan fərqlidirsə, yəni sən bilirsən ki, məxrəzdədir da A. Yəni, bu tənliyin kökü var. Özdə yeganə bir dənə kökü var. Yazırsan, yeganə kökü var. Kökü var. Amma A da 0 olsa, B də 0 olsa, bax, fikir ver, belə olacaq. 0 böl 0. Qeyri-müəyyənliyə əmələ gələcək. Ona görə də bunun sonsuz sayda kökü olmuş olur. Sonsuz. Oldu? Amma A-nın yerinə 0 qoysan, bax, 0. 0-a bölmə var. 0-a bölmə deyilən bir şey eşitmirsən sən. Ona deməli, tənliyin kökü yoxdur. Oldu? Yoxdur yazıram. Bax, bu 3 halı öyrənirsən. Deyə bilərsən ki, müəlliməsi bu 3 hal mənə harada lazım olacaq? Məsəl üçün, buna nümunə yazım. Qoy, özü buranı sileyim. Məsəl üçün, buna bir dənə nümunə yazım. Tutaq ki, belə bir şey veribdir. Məsələn, B çıxılsın 6,
özü 2b. X bərabərdir. Məsələn 3 olarsa deyir b-nin hansı qiymətində tənliyin kökü yoxdur. Məsəl üçün deyir. Və mən şərt qoymuşam. Tənliyin nə vaxt kökü olmurdu? A-nı 0 eləməlisən. Yəni bu A-nın sənin nə idi? X-in qabağındaydı da, elə də ölü. Deməli sən bu 2b çıxılsın 6-nı 0-a bərabər eləməlisən. Buradan da 2b bərabərdir 6-ya, b də bərabərdir 3. Vəssalam. Deməli bu b-nin 3 qiymətində bu tənliyin kökü yoxdur, 0-a bərabərdir. Yəni kök deyilən bir şey yoxdur burada. Yəni boş çoxluqdur. Yəni mən demək istəyirəm ki, burada yazmışam, məsələn A fərqlidir 0, A bərabərdir 0, B bərabərdir 0. Bu əslində buradan söhbət gedir və bu A-dan, bu B-dən söhbət gedir. Çaşmayarsan ha. Ola bilsin ki, məsələn misallarda mən qayda kimi bura A yazmışam, misalda da A veribdi. Daha demək ki, müəllim A-ya 0 veribsə 0 götürüm. Xeyr. Yəni X-in qabağından söhbət gedir. X-in qabağında 0-a bərabər olmalıdır, 0-dan fərqli olmalıdır. Oldu? Mən başa düşdüm. Sonra davam eləyək. Bu xətti tənliyi idi. Buradan qutardıq. İndi gəlirik əsas məsələ kvadratik tənliklərə. Bir dəqiqə. Tənlik. Deməli, kvadratik tənlik nədir? Ümumi yazılışını yazıram. Ax kvadratı üstə gələk bx üstə gələk c bərabərdir 0. Fikir versən, burada bir dənə dəyişən var. X-ı dəyişənin. Amma kvadrat, bax, dərəcəsinə bax, dərəcəsi 2-dir də. 2-yi biz həmişə nə deyirdik? Kvadrat demirik. Asla bu tənliyi ona görə də kvadratik tənlik deyirik. Kvadratik tənliklərdə, məsələn, bunun dərəcəsi 2-dir ha, üstü. Deməli, bunun 2 dənə kökü var. 2 kökü var. Ümumiyyətlə, səhə belə bir şey deyim. Əgər bir tənlik verilibsə, dərəcəsi ən maksimum neçədəsə, onun həmişə o qədər kök olur ha. Bunun yadına saxla. Oldu? Tamam. Deməli, bu tənliyin kökünü araşdıran zaman nədən istifadə edilir? Diskriminantdan. Diskriminantın düsturu D bərabərdir B kvadratı çıxılsın 4AC. Sonra diskriminantı tapanda x1 ilə x2 tapırsan, yəni tənliyin kökləri. Bir dəfə yazırsan mənfi B üstə gələk kökdə D bölünsün 2A. Bir dəfə də yazırsan mənfi B çıxılsın kökdə D bölünsün 2A. Bu da diskriminantın köklərinin tapılmasıdır. Bir dənə sadə misal nümunəsi ilə bunu sənə göstərim. Məsəl üçün, olsun x kvadratı üstə gələk 7x üstə gələk 12 bərabərdir 0. Deyir, bu tənliyin köklərini tap. Yəni, sən bilirsən ki, burada A-nı dayanırdı. Haycan. Burada B-nin dayanırdı, buradan C. Aha, yəni D bərabərdir. B kvadratı, qoy yazım mən, 4AC. B-nin yerinə yazıram 7. 7-nin kvadratı eləyir 49. 4 vurulsun A-nın yerinə 1, C-nin yerinə yazıram 12. Bu da belə olur. 49 çıxırsın 48 bərabərdir 1-ə. Deməli, mən x1-i tapıramsa, B 7-dirsə bu mənfisi, mənfi 7. Üstə gələk bir dəfə 1 bölünsün 2. Burada əslində A-da olur, prosto A-nın 1 deyib, 2 vurulsun 1 yazıram. Mənfi 6 bölünsün 2, bu da eləyir mənfi 3. Sonra x2-ni tapıram. Mənfi 7 çıxılsın, məsələn, bu səfər 1 bölünsün yenə 2. Bu da eləyir mənfi 8 bölünsün 2, yəni bu da mənfi 4. Deməli, bu tənliyin kökü birində mənfi 3-dür, birində də mənfi 4. Aydın oldu diskriminantın tapılması. Sonra bu diskriminantın bəzi halları var. Diskriminant əgər D böyükdür 0 olarsa, tənliyin 2 müxtəlif kökü var. Müxtəlif. Amma D-in bərabərdir 0 olarsa, 2 kökü var. Amma bərabərdir. Oldu? Tamam. Və bu halı sənə göstərim. Məsəl üçün, tutaq ki, belə bir şey verilib. X kvadrat çıxılsın 4x, üstə gələk 4, bərabərdir 0. Sən bilirsən ki, bu hansı düsturdur müxtəsərdə? X çıxılsın 2-ci çöldən kvadrat deyilmi? Bəli. Sən də bunu bilirsən ki, 0 olması üçün 2 çıxılsın x-i, yəni x çıxılsın 2-ni bərabər eləyirsən 0, x tapırsan 2. Deməli, bu tənliyin kökü 2-dir. Amma mən sənə bayaq 2 dərs keçəndə dedim ki, dərəcəsi 2-dirsə, bunun 2 dənə kökü olmalıdır. Deməli, sənin həm x1-in var, həm də x2. Amma bu ikisi eyni qiymətdir, 2-yə bərabərdir. Onu da hardan tapdırım? Diskriminantını yazmışam, 0-a bərabərdir. Ona görə də bu tənliyin diskriminantını tapırsan. B-nin kvadratı, yəni 4-ün kvadratı 16, çıxılsın 4AC. 4 4-ə vuranda 16. 16-dan 16 çıxanda 0 eləmir.
Ha. Görsən, hər 3 dənə dediyim qaydalar hamısı bir yerdə birləşdi. Birinci dediyim qayda oydu şu, əgər dərəcəsi nədirsə kökün o qədər olmalıdır. Dərəcəm 2-dirsə mənim 2-dən köküm olmalıdır, bu məlumdur. Normal qaydama görə müxtəsər vurmat üstüdür, bərabər eləm 0-a, oradan x tapıram 2. Deməli, bunun 2-dən kökü var 2-dir. Bir də mən bu təzə qayda öyrəndim ki, əgər diskriminant 0-a bərabərdirsə, bunun 2-dən kökü olur. Amma 2 kökü mütləq bərabər olur. Ona görə də diskriminantı tapdım, gördüm 0-dır. Hə, ona görə kökü diskriminantı 2 olduğu üçün bir kökü 2-dirsə, o birisi də 2 olmalıdır. Və salam, qutardı. Bir də bunun ümumi düsturu yazım. Bu zaman nə tür olur? Elə bir ki, x1 də, x2 də bərabər olur. Mənfi b bölünsün 2. Bu düsturdan tapılır. Ümumi, daha diskriminant zat burada lazım deyil. D-si 0 olanda ümumi bu düsturdan tapırsan kifayətdir. Bunlar müəllim x D0-dan böyük olanda falan. Hə, yox. Bu halda D-si 0-a bərabər olan halda. D-si 0-a bərabər olan halda budur. D0-dan böyük olan halda ilə yuxarıda yazdığım nümunədir. 2-dən kökü olacaq. Bir də var 3-cü hal, ən gözəli. D kiçikdir 0 olan halı. Bu zaman həlli yoxdur. Oldu. Ha. Məsələn, bunu heç araşdırmırsan. Gəldik əsas məsələyə. Əsas məsələ nədir? Çevrilmiş kvadratlik tənlikdir. Çevrilmiş kvadratlik tənlik çox gözəldir. Və məsələn, ax kvadratı üstəgələk bx üstəgələk c bərabərdir 0. Bu zaman nə ayırırsan? Çevrilmiş kvadratli tənlikdə x kvadratının qabağı həmişə 1 olmalıdır. Mən bunu 1 eləmək üçün hər tərəfini a-ya bölürəm. A-ya bölsəm bunlar gedir, qalır x kvadratı üstəgələk b böl ax üstəgələk c böl a bərabərdir 0-a. Bu zaman, bax, buna bir dənə q deyirəm. Buna da bir dənə p deyirəm. Onda bu belə olur. X kvadrat üstəgələk qx üstəgələk p bərabərdir 0-a. İndi buradan bir qayda çıxardacağım. Qaydam nədir? Viet teoremi eşitminsənmi? Ha. Viet teoreminə əsasən tənliyin köklərinin cəmi buna bərabərdir. Q-ya, amma mənfisi ilə. Köklərin hasili isə p-ya bərabərdir olduğu kimi. Məsəl üçün bir dənə nümunə yazaq. Tutaq ki, bayaq yazmışdım. X kvadrat üstəgələk 7x üstəgələk 12 bərabərdir 0-a. Və mənim x1-im, x2-im b-yə bərabər. Bura bərabərdir. Mənfi 7-yə, yəni. Tərsinəsində yazmalısın. Cəmdə mənfisi ilənlidir. x1 vurulsun x2 də əslində bunun olduğuna bərabərdir 12-yə. Sonra düşünməlisən, nəyə vuranda 12 eləyər. Əslində olur, 2-ni 6-ya vuranda olur, mənfi 2-ni 6-ya vuranda olur, mənfi 6-ya, mənfi 3-ü məsələn mənfi 4-ə, 3-ü 4-ə, hər halı olur. Hələ 1-i 12-yə, mənfi 1-i mənfi 12-yə, yəni hər halı olur da bu. Amma hansında mənfi 7 alınırsa onu götürməlisən. Bax, burada mənfi 7 alınır. Deməli, bayaq da həqiqətən tənliyin isol, tənliyin bayaq da köklərini tapmışdıqda, həqiqətən də mənfi 3 ilə mənfi 4 deyildimi? Viet teoremi bizə ancaq belə misallarda köməyə çatır. Yəni, işimizi asanlaşdıranda köməyə çatır. Bir də sənə bir şey deyim. Tutaq ki, bunu başqa formada bir şey versəydi. Məsəl üçün, belə yazsaydı. 2x kvadratı özündən yazıram. Yəni, kök çıxmaya bilər. 3x, məsələn, üstəgələk 6 bərabərdir 0. Və bunu vietlə tapa bilmərsən, qətiyyən. Dinən niyə? Çünki mən bayaqlarım dedim ki, çevrilmiş kvadratli tənlikdə bu əmsal 1 olmalıdır. Axı, mənim əmsalım 2-dir. Bu nətər vietlə tapım ki? Ona görə hər tərəfini 2-yə bölüb sonra tapmalıyam vietlə. Oldu? Bunu da yadında saxla. Sonra vietlə sənə dediyim oldu. Başqa nə deyə bilərəm sənə? Başqa sənə bunu deyə bilərəm. Məsələn, bu çevrilmiş kvadratli tənlikdə ümumiyyətlə adicə kvadratli tənlikdə belə dölüydü. Ax kvadratı üstəgələk bx üstəgələk c bərabərdə 0 idi. Burada şərtlər qoyuram. Birinci hal. Birinci halın bayaqlarım nətər xətti tənliyə qoymuşdum. Buna da elə hallar qoyuram. Deyirəm, b də 0 olsun, c də 0 olsun. Bax, təsəvvür elə. Bu da 0'dır, bu da 0'dır. Bir dənə qalmır bu. Ax kvadratı bərabərdir 0 olmur. Deməli, tənliyin 2 dənə kökü var, 2 kökü var. İkisi də 0'dır. Və salam. Çünki nə fərq var? Hər tərəfin bunu belə olacaq da. X kvadratı bərabərdir. 0 bölünsün a-ya. O da eləyin onsuz da 0. X kvadratı bərabərdir 0. Nəyə vuranda 0 eləyir? 0'ı. Sən bilsən ki, mütləq 2 dənə kök olmalıdır. X1 də 0'dır, X2 də 0'dır. Bu birinci halı. İndi ikinci halına baxırıq. İkinci hal nədir? İkinci halı odur ki, B-si bu səfər fərqli olsun 0'dan. Amma C-si 0'a bərabər olsun. Bu zaman isə bir dənə kökü 0 olur. Bax, nə təri? C-si 0'dır. Elə bir ki, C-ni 0 qəbul elə.
Bax, B qalır. AX kvadratı üstə gələk BX qalır. Bərabərdir 0. Bax, sən ikisində də ortaq x görürsənsə, x-i çölə çıxardırsan. AX üstə gələk B qalır. Sən bilirsən ki, vuruqlardan biri 0-dırsa, daha doğrusu, bu vuruqlar, fikir bir hadisə 0-a bərabərdirsə, bilirsən ki, vuruqlardan biri 0 olmalıdır, elə deyilmi? Sən bunu da 0-a bərabər edirsən. Eyni zamanda buranı da 0-a bərabər eləməlisən, tənliyi həll edən zaman. Bax, fikir görsən, bir dənə kökü 0 oldu, bir dənə kökü amma 0-dan fərqli olacaq. Bax, belə olacaq. AX bərabərdir mənfi B-yə, xətti tənlik məsələsi. X də bərabərdir, mənfi B bölünsün A. Bayaq yazmışdıq. Sonra üçüncü hal qaldı. Üçüncü halda yazaq. Üçüncü hal. Üçüncü halda odur ki, B'si fərqli olsun 0-dan. Eyni zamanda C'si də fərqli olsun 0-dan. Artıq bu bildiyimiz diskriminant. AX kvadratı üstə gələk BX üstə gələk C bərabərdir 0. İndi işlə. İndi işləyib köklərini rahatlıqla tapa bilərsən. Burada köklərin heç biri 0 olmayacaq. Hər hansı bir həqiqət də olacaq. Kvadrat toxumu BX toxumu C-nin üstündə eləyirik. Hə, yəni indi A, B, C olmayacaq. Əmsallar müxtəlif olacaq, amma genəlliklə bunun üstündə olur. Deməli, davam edək. Çevrilmiş kvadratik tənliklərdən də bu qədər bəsdir. Bir də məsələn, bayaq dediyini müəllim ancaq bundan edə bilərik. Bəzən ola bilsin ki, onu vermirsən, amma sən onu gətirməlisən. Məsəl üçün, atıram sənə belə bir şey verib. X üstünə 4, çıxılsın 3x kvadratı, üstə gəlsin, məsələn, olsun 3. Belə bir şey veribdir. Sə, bərabərdir 0. Sən bunu çevrilmiş kvadratik tənliyə gətirməyə bacarmalısan. Sənki belə idi də, x kvadratı məsələn, atıram, AX üstə gələk BX üstə gələk C idi də. Burada x təkidir, burada kvadratdır. Ona sən bunu əsasən də bunun üstünə xət çəkirəm. Burada x kvadratına bir dənə t deyirsən, əvəzləmə. Bax, belə olur. X kvadratının üstündə 2 deməkdir da bu. X üstündə 4 bu demək deyilmi? X-ə t vermirik. Çıxaraq. İşte bax, bu t olur. T kvadratı. Çıxaq 3t üstə gələk 3. Bərabərdir 0. Bax, yenə çevrilmiş kvadrat tənliyi elədim. Yəni, sən onu gətirməyə bacarmalısan. Profesional olaraq onu eləməyə bacarmalısan. Oldu. Sonra davam edirik rasional tənliklər. Rasional tənliklər nədir? Rasional tənliklər Px bölünsün, Qx bərabərdir 0 şəklində olan tənliklərə biz rasional tənliklər deyirik. Burada sənə ümumiyyətlə deyim ki, Px 0 ola bilər. Amma Qx heç vaxt 0 ola bilməz. Səbəbini də bilirsən ki, 0 bölmə əlaməti yoxdur. Bu asaddır. Bunu çarpaz vurursan, işləyirsən, adi tənliyi nətər işləyirsən. O şəkildə işləyib tənlikləri həll edəcəksən. Sonra sənə deyim mən, məsələn, kök altında belə bir şey verilibdir sənə. 3 çıxılsın x bərabərdir 4-ə deyir, x-i tap, x bərabərdir sual. Bunu tapmaq üçün nə ayıracaqsan? Və bu kvadrat kökdür də, elə deyil. Bunun dərəcəsini yüksəldirəmsə 4 də dərəcəsini yüksəltməliyəm. Bununla bu gedir, bir dəqiqə. Bununla bu gedir, qalır 3 çıxılsın x bərabərdir, 4-ün kvadratı 16. Buradan x-i tapmaq istəyirəmsə, 16-nı keçirdirəm bu yana. 3-dən 16 çıxanda qalırmı mənfi 13? Və sağ, sənin x-in qiyməti mənfi 13-dür. Ümumiyyətlə, kök altında, əgər kök altı ifadə verilsə, dərəcəsindən yüksək işlə. Və heç vaxt unutma, kökün altı həmişə böyük bərabərdir 0 olmalıdır. Məsələn, bu tutaq ki, kök altında veribdir, qoy yazım bunu da. Məsələn, tutaq ki, kök altında veribdir, AX üstə gələk B. Bu AX üstə gələk B həmişə böyük bərabər olur 0-da. Bu dərəcəsi cütdürsə, təhdisi olmayacaq. Oldu. Sonra məsəl üçün, tutaq ki, sənə hər hansı bir modulda tənlik veribdir. Məsələn, tutaq ki, modulda bir dənə fx funksiyası veribdir. Bu da bərabərdir atıram B-yə. Əgər burada B-yə şərt qoyuram 0-dan kiçikdirsə, onda bu x mütləq yəni ki, bərabər olur boş çoxluğa. Əgər bu B bərabərdir 0 olursa, fx bərabər olur 0-a. Ya da ki, B böyükdür 0 olursa, ən çox bizə lazım olan budur. Bu zaman nətər olacaq? Bir dəfə fx-i bərabər eləyəcəksən, B-yi həll eləyib işləyəcəksən. Bir dəfə də mənfi fx-i bərabər eləyib B-yi həll eləyib işləyəcəksən. Məsəl üçün, nətəri? Tutaq ki, belə bir şey verilibdir. AX yazayım da, qoy tənlik yazım normal. Məsələn, 3x çıxılsın 1 bərabərdir modulda 3-ə. Bu tənliyi həll eləməlisən. Bir dəfə özünü həll edib normal 3x çıxılsın 1 bərabər eləyəcəksən 3-ə. 3x də bərabərdir 1 oyuna keçirəndə 4, x də bərabərdir 4-ü 3-ə böləndə məsələn, kəsə kimi 4 bölünsün 3 yazıram. Bir dəfə bunu eləyirəm. Bir dəfə də mənfini qabağa verirəm. Mənfi 3x çıxılsın 1 bərabərdir 3-ə. Toqquşdurub açıram. Mənfi 3x-ə vuranda mənfi 3x, mənfini 1-ə vuranda mənfi 1-ə üstə gələk 1 bərabərdir 3-ə.
Sonra bunu keçirdəcəm bu yana. Mənfi 3x bərabərdir. 3-dən 1 çıxıram eləyir 2. X də bərabərdir. Mənfi hər tərəfini 3-ə bölürəm 2 bölü 3. Bu da bir kökü. Yəni sənə lazım olan bu olacaq. Əgər modulu tənlik verirsə, həmişə yəni bu qaydalara fikir verirsən. B-sinə baxırsan. B-si kiçikdir 0 olursa bu həlli yoxdur, boş çoxluq. Bayaq nətər yazmışdım, nümunə göstərmişdim ondan. Belə bir şey yazmışdım, səhv xatırlamıramsa. Modulda x bərabərdir mənfi 4 yazmışdım, sonra bunu boş çoxluq götürdüm həlləyin. Yada düşür. Bax bu qayda o qaydadır. Bax bu onun qaydasıdır. B-si əgər 0-a bərabərdirsə, ifadənin özünü götürüb 0 eləyib işləyəcəksən. Yəni məsəl üçün nümunə kimi yazın buradan da. Məsələn x çıxılsın 4 modulda bərabərdir 0-dır. Sən ilə x çıxılsın 4-ü bərabər eləyib 0 işləyirsən. X bərabərdir 4 qutardı. Amma əgər B-si böyükdür 0-dırsa bu halları yoxlayırsan ikisini də. Bir dəfə B-yə bərabər eləyirsən, bir dəfə də mənfiyə vurub B-yə bərabər eləyirsən. Əslində bunu mənfiyə vurub B-yə bərabər eləməyib belə də yaza bilərsən. Məsələn burası f(x) burada qalsın. B-sinin qabağına mənfi qoy. Nə fərqi? Əsas odur ki, birinin qabağında mənfi olsun. Oldu? Yəni başa düşdüm. Sonra nə qaldı demədiyim? Məncə hər şey dedim Cahan. Dərsimiz bu qədərdir. Məncə bir dənə də nümunə kimi bir şey yazım. Yadımdaymışkən. Məsələn, tutaq ki, belə bir ifadə veribdir. X kvadratı çıxılsın 2 modulda x. Sonra çıxılsın 24 bərabərdir 0. Bax, belə misallarda həmişə bu modulda x var ha. Bax, buna bir dənə yenə t əvəzləməsi deyirsən. Bax, bunun yerinə gətirib qoyursan t kvadratı çıxılsın 2t çıxılsın 24 bərabərdir 0. Artıq viyyətlə işlə. T1 vurulsun T2 sənə verməlidir mənfi 24'ü. Amma T1 ilə T2-nin cəmi sənə verməlidir 2-ni. Nəyinə vuranda mənfi 24 eləyər? Məsələn, 6-nı mənfi 4'ə. Elə deyilmi? Eyni zamanda cəmini toplasan 2-ni verir. Onda belə olur. Modulda x bərabərdir bir dəfə 6-ya, bir dəfə də modulda x bərabərdir mənfi 4'ə. Bu ola bilməz, boş çoxluqdur. Ona görə də modulda x-i bərabər eləyəcəksən 6-ya. Buradan x bərabərdir birinci halda 6'nın özü çıxır. İkinci halda bayaq öyrətdiyim kimi x bərabərdir mənfi 6'nın özü çıxır. Deməli, vəssalam, tapdın x-ləri. Aydın oldu mu? Bəli. Deməli, dərsimiz bu qədər.